Saat və vaxtın tarixinə aid olan növbəti mətnimizlə sizləri tanış edək. Saat və vaxtın tarixi insanların günlük həyatlarında vaxtı ölçmək və təşkil etmək üçün yaradılmış bir sistemdir. İnsanlar əvvəllər günlük aktivitələrini günəşin hərəkətlərinə görə təşkil edirdilər. Günəş və ayın hərəkətlərinə əsaslanan ilk vaxt ölçüm vasitələri insanların gün ərzində aktivitələrinin planlamalarına kömək etmişdir. Günəş saatı, su saatı kimi əvvəlki vaxt ölçüm vasitələri inkişaf etmişdir. İlk cib saatları və saat mexanizmləri Gürcü zamanında və orta əsrdə yaradılmışdı. Saat və vaxtın yaranması insanların təşkilatlı həyat tərzi, ticarət, kommunikasiya və digər sahələrdə fəal olmalarına kömək etmiş və sosial inkişafa təkan vermişdi. Bugün saat və vaxt sistemləri dünya əhalisinin həyatında əhəmiyyətli bir yer tutaraq insanların günlük və müəyyən etdikləri hədəflərə nail olmasına yardım edir. Deyir ki, mətnin ideyasına uyğun nəticə hansı variantdadır? Nəticəmiz o hissədədir ki, saat və vaxtın kəşfi insanın həyatını sistemli hala saldı. Baxın, ən son cümlə. Bugün saat və vaxt sistemləri dünya əhalisinin həyatında əhəmiyyətli bir yer tutaraq insanların günlük və müəyyən etdikləri hədəflərə nail olmasına yardım edir. Yəni, daha sistemli vəziyyətə gətirir insanların gündəlik həyatını. B-də yazıb ki, günəş saatı daha çox düzgün vaxtı göstərirdi. Qum saatı, günəş saatı, yəni fərq etməz, su saatı olsun. Yəni, belə indiki dövrümüzdə olan saatlardan tam da dəqiq ola bilməz. Yəni, orada nə olur olsun, təxmin etmək bacarıqları var. O səbəbdən B variantı çıxdı. İnsanlar günlük həyatlarının hədəflərini yerinə yetirmək üçün ay saatından istifadə edirdi. Bu fikir də səhvdir. Daha sonra saat kəşf edildikdən sonra dünya səyahətləri baş verdi. Bu haqda səyahət haqqında mətndə öz əksini tapan bir məqam yoxdur. Saat və vaxt sadəcə insan həyatının keçmiş əsrlərdə istifadə etdiyi bir sistem idi. Xeyr, yəni biz var olduqca saat, vaxtla işləməliyik. Hətta yəni bu gündə belə mətndə qeyd olunub ki, saat və vaxt sistemləri dünya əhalisinin həyatında bu gün ərzində də əhəmiyyətli bir yer tutur. Cavabımız olacaq A variantı.